Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə əvəzlik dərsimizin, səhv etmirəmsə 4-cü hissəsini öyrənəcəyik. Deməli, bugünkü dərsimiz relative pronouns, yəni nisbi əvəzliklərdir. Nisbi əvəzliklər onu başa düşək ki, nə üçün istifadə olunur? Nisbi əvəzliklərin cümlədəki funksiyası odur ki, o iki cümləni birləşdirərək daha dolğun bir cümlə yaratmağa çalışır. Yəni cümlənin bir hissəsini digər cümlə ilə əlaqələndirmək üçün istifadə edilir. İngilis dilində olan nisbi əvəzliklər bunlardır: who, whom, whose, which və that. Hamısı ki mənasını verir. Yəni who kim ki, whom kimə ki, kimi ki, whose kimin ki və ya hansının ki, which hansı ki, that hansı ki. Bu mənaları verir. Deməli, indi hər birinin özünün xüsusi işlənmə yeri var. Ümumiyyətlə, əgər görürsünüz ki, canlılar işlənibsə, sizə bir boşluq verir. Boşluqdan əvvələ baxırsınız. Əgər canlı işlənibsə, bu zaman cavab who, whom, whose və ya that ola bilər. Uzun sözün qısası, which-dən başqa hamısı işlənə bilər. Baxaq indi who-yun işlənmə yerinə. Dediyim kimi who bizim dilimizə kim ki deyə tərcümə olunur. Deməli, sizə təbii ki, bunu verməyəcəkdir. Ortada cümlənin ortasında bir boşluq qoyacaqdır. Sizin vəzifəniz cümlənin ortasındakı o boşluqdan həm əvvələ, həm də sonraya baxmaqdır. Məsələn, bu who ilə that verilməyibdir. Belə fərz eləyək. Gəlin silin bunu. Aha. Deməli, bu zaman nə edirsiniz? Burada tutalım ki, boşluqlar işlənibsə, boşluqlar varsa, bu zaman boşluqdan əvvələ baxırıq, bir də boşluqdan sonraya baxırıq. Əgər boşluqdan əvvəl canlı, yəni şəxs, yəni insanı bildirən sözlər teacher, brother, sister, boys, girls və s. fərqi yoxdur. İnsan adı ola bilər və s. Tək ki, insanı, yəni şəxsi bildirsin, canlını bildirsin. Bu zaman boşluqdan əvvəl insan gəlibsə, boşluqdan sonra isə xəbər gəlibsə, yəni feil gəlibsə, bu zaman boşluğa nə yazmaq lazımdır? Ya who yazmaq lazımdır, ya da ki, that yazmaq lazımdır. Yaxşı, who-yu başa düşdük, bəs that nə idi? That də who-ya əvəz edə bilir. Ümumiyyətlə, birazdan izah eləyəcəm. That bunlardan who, whom, which-i əvəz edə bilir. Uzun sözün qısası, whose-dan başqa hamısını əvəz edə bilir. Gəlin nümunəyə baxaq. Deməli, this is the teacher who explains lessons clearly. Deməli, burada who-ya fikir veririk. Who-dan əvvələ baxıram. The teacher gəlibdir. Teacher sözünün mənası müəllim deməkdir. Yəni canlıdır, yəni şəxsdir. Daha sonra explain sözü gəlib. Explain izah etmək, yəni xəbərdir. Deməli, qayda tamamilə doğrudur. Who-dan əvvəl insan bildirən söz, who-dan sonra isə xəbər, yəni feilimiz işlənibdir. Eyni ilə də eyni cümləyə who-yun yerinə that də yazsaydım düzgün idi. Çünki that who-yun yerinə işlənə bilir. İkincisi, deməli, yenə boşluq olsun burada. Whom və that-in əvəzinə boşluq hesab edin buranı. Deməli, əgər özündən sonra canlı, yəni şəxs, insan bildirən söz gəlibsə, özündən sonra isə mübtəda gəlibsə, bu zaman nə etmək lazımdır? Bu zaman whom və ya that yazmaq lazımdır. Yenə nəzərə almaq lazımdır ki, that whom-un yerinə də işlənə bilir. Deməli, çox insan çaşır burada mübtəda məsələsində ki, mübtəda deyəndə nəyi nəzərdə tuturuq? Şəxsi nəzərdə tuturuq. I, he, she, it və s. bunlar ola bilər. Deməli, whom-dan sonra isə mübtədanın gəlməyini asan yadda saxlamaq istəyirsinizsə, m hərfinə fikir verə bilərik. Whom m hərfi ilə bitir, mübtəda m hərfi ilə başlayır. She is the woman whom I met yesterday. Deməli, whom-a fikir verirəm, whom-dan əvvələ baxıram. Baxıram ki, the woman işlənibdir, qadın deməkdir. İnsandır, yəni canlıdır, şəxs bildirir. Özündən sonra isə I gəlibdir, yəni mübtəda gəlibdir, qayda tamamilə düzgündür. Eyni cümlədə whom-un yerinə that də işlətsəm düzgün olacaqdır. Üçüncüsü, whose məsələsidir. Əgər whose-dan əvvəl canlı şəxs gəlirsə, whose-dan sonra mütləq artiklsız isim işlənməlidir. Deməli, whose özündən əvvəl canlı, yəni şəxs tələb eləyir, özündən sonra isə artiklsız isim tələb eləyir. Bu hissəyə xüsusi diqqət etmək lazımdır. Bilmək lazımdır ki, whose-dan əvvəlki söz canlı olmalıdır. Yəni, whose nisbi əvəzlik kimi işlənəndə whose-dan əvvəl gələn söz canlı olmalıdır. Amma whose-dan sonra gələn ismin canlı, cansız olmağı önəmli deyil. Yetər ki, həmin isim artiklsız bir isim olsun.
İndi baxaq. The boy whose bike was stolen ran home. Burada whose işlənibdi. Yenə whosedan əvvəl götürürəm. The boy sözü, oğlan sözü canlıdır. Özündən sonra isə bike gəlibdi. Yəni velosiped deməkdir. Artiklsız isimli qayda tamamilə doğrudur. Deməli, yuxarıda verdiyimiz qaydalar aşağıdakının biraz geniş forması idi. Deməli, qeydə fikir versək, zət bərabərdir whoya, zət bərabərdir whoma, zət bərabərdir whichə, amma zət whose'a bərabər ola bilməz. Bu nə deməkdir? Yəni, zət who'yun, whomun, which'in yerinə işlənə bilir. Bu üçünün yerinə zət yaza bilərəm. Amma mən whose'un əvəzinə zət yaza bilmərəm. Yəni, çox sadə. Gördünüz ki, boşluqdur. Boşluqdan əvvəl şəxsdir, canlıdır. Boşluqdan sonra artiklsız isimdir. Bura yalnızca whose yazmaq məcburiyyətindəyik. Bu hissəyə, bu boşluğa zət yaza bilmərik. Amma qalanlarında boşluqdan əvvəl insan, boşluqdan sonra xəbər olsa, who da yaza bilərəm, zət də yaza bilərəm. Boşluqdan əvvəl insan, boşluqdan sonra isə mübtəda olsa, bu zaman zət də yaza bilərəm, hum da yaza bilərəm. Yox, əgər boşluqdan əvvəl insan olmayan hər hansı bir anlayış, yəni cansızlar və yaxud da əşyalar və ya deyə bilərik ki, heyvanlar işlənibsə, bu zaman which və yaxud da ki, zət yaza bilərik. Amma qəti olaraq boşluqdan əvvəl insan gəlsə və boşluqdan sonra artiklsız isim gəlsə, bura zət yazmaq mümkün deyil. Bu boşluğa yalnızca whose yazmaq lazımdır. Deməli, yuxarıda qeyd etdiyim kimi zət who'yun, whomun, which'in əvəzinə yerinə işlənə bilir. Amma 3 dənə hal var ki, həmin 3 hal baş verərsə, qəti olaraq zəti bunların yerinə işlədə bilmirik. Birincisi, əgər mübtəda vergül ilə ayrılıbsa, bu zaman ya who yaza bilərəm, ya which yaza bilərəm. Artıq zət yaza bilmərəm. Yenə who ilə which'in arasında qalanda nəyə fikir veririk? Tutalım ki, mübtədamız vergüllə ayrıldı. Who ilə which arasında qalmışıq. Hansını yazaq? Bu zaman fikir veririk həmin mübtədaya. Əgər vergüllə ayrılan mübtədamız canlıdırsa who yazmaq lazımdır. Yenə vergüllə ayrılan mübtədamız cansızdırsa, bu zaman which işlətmək lazımdır. Məsələn, nümunəyə baxsaq. My sister who lives in Baku is a doctor. Deməli, burada who işlətdi. Who'dan əvvəl insan gəlibdi, who'dan sonra xəbər gəlibdi və vergüllə ayrılıbdı. Bu o deməkdir ki, mən artıq who'in əvəzinə zət yaza bilmərəm. Eyni ilə də my bag which is under the table. Bu tamamilə düzgündür. Yenə my bag mübtədamızdır. Mübtəda vergüllə ayrılıbdır. Bu zaman which işlətmişəm. Nəyə görə? Çünki bag, çanta cansızdır. Cansız olduğuna görə which işlətmək lazımdır. Artıq that yazmaq mümkün deyil. Səbəb də odur ki, burada vergülümüz var. Bu icazə vermir. Yaxşı. Bir də əgər cümlədə insan adı vergüllə ayrılıbsa, yenə bu zaman boşluğa ya who yazmaq, ya da ki, whom yazmaq lazımdır. Qalan qaydaları who və whoma uyğunlaşdırırıq. Yəni, əgər özündən əvvəl insan gəlibdir, özündən sonra xəbər işlənibsə, təbii ki, who yazmaq lazımdır. Yox, əgər boşluqdan sonra mübtəda işlənibsə, bu zaman whom yazmaq lazım idi. İndi baxaq, burada Michelle gəlibdir. Michelle insan adıdır, elə deyilmi? Burada vergüllə ayrılıbdır. Vergüllə ayrılmasaydı, yəni burada vergül olmasaydı, who-da yazardım, zət də yazardım. Baxın, bu vəziyyətdə, bu situasiyada mən zət də yaza bilərəm. Amma əgər burada insan adını yazıb, bir dənə də vergül qoyubsa, bu zaman qəti olaraq zət artiklını yazmaq mümkün deyil. Artikl derimi, zət nisbi əvəzliyini yazmaq mümkün deyil. Michelle who works for a big company in New York City. Yaxşı, indi baxaq. Üçüncü qaydamız nədir? Bu da çox asandır, yadda saxlamaq asandır. Deməli, əgər tutalım ki, burada bir boşluq var. Boşluqdan əvvələ fikir veririk. Əgər boşluqdan əvvəl hər hansı bir sözünü işlənibsə, bu zaman yenə qəti olaraq zət yazmaq mümkün deyil. Boşluqdan əvvəl sözünü olanda ya which yazmaq lazımdır, ya da ki, whom yazmaq lazımdır. Bəs bunu necə təyin edirik? Yenə çox sadə. Əgər boşluqdan əvvəl gələn sözüm
Yəni bu deməli preposition, yəni sözündən əvvəl gələn sözüm. Əgər insan bildirirsə whom yazıram, yox əgər prepositiondan sözündən əvvəl gələn söz insan bildirmirsə, cansızdırsa, bu zamanda which yazmaq lazımdır. Məsəl üçün, do you remember Mr. Brown about whom she talked a lot? Əgər about whom yerinə about zət yazsaydı, səhv sayılacaqdı. Çünki sözündən sonra qəti olaraq zət yazmaq mümkün deyil. İki dənəsi çox asandır məncə. Hansılar ki, vergüllə ayrılır. Yəni vergül olanda zət yazmırıq, zət olmaz. Amma o birisi də yenə yadda saxlamaq asandır. Baxırsınız, əgər burada sözünü işlənibsə, bu zaman yenə zət yazmırıq. Bunun əvəzinə ya which yazırıq, ya da ki whom yazırıq. Deməli, əgər canlı isimdən sonra sözünü gəlibsə, bu zaman whom yazacağıq. Yox, əgər cansız isimdən sonra sözünü gəlibsə, bu zaman which yazmaq lazımdır. Bəs whose harda işlənəcəkdir? Whose'un işlənmə düsturu belə idi. Canlı, yəni şəxslər gəlir, daha sonra whose gəlir, daha sonra artiklesız isim gəlir. Yəni, əgər burada bir whose'un yerinə bir boşluq olsa, özündən əvvəl canlı, yəni şəxs gəlsə, özündən sonra artiklesız hər hansı bir isim gəlsə, mütləq bura whose yazmaq lazımdır. Məsələn, the teacher whose car is expensive. Burada whose işlənibdir. Özündən əvvəl teacher, müəllim sözü canlı şəxs gəlibdir. Özündən sonra car, maşın sözü artiklesız ismimiz işlənibdir. Amma whose bir hal var ki, həmin halda cansız ismindən də işlənə bilir. Bu hal hansıdır? Əgər bizə verilən cansız isim yiyəlik bildirirsə, biz bu zaman which-i, zəti yaza bilmirik. Yəni which və zət yiyəlik bildirmək xüsusiyyətinə sahib deyil. Əgər boşluqdan əvvəlki isim yiyəlik bildirən xüsusiyyətə sahibdirsə, bu zaman whose yazmaq lazımdır. Baxmayaraq ki, həmin isim cansız isimdir. İndi nümunəyə baxsaq daha aydın olacaq. Məsələn, the car whose engine is cheap yazmışam bura. Aha, getirdim yerini. Aha. Deməli, the car whose engine is cheap. Burada whose'a fikir versək, whose'dan əvvəl car gəlibdir, yəni maşın. Axı bu canlı deyil, bunu bura niyə yazmışam? Çünki burada whose'dan sonra engine sözü yazılıb. Engine mühərrik deməkdir. Maşının mühərriki. Burada yiyəlik var. Yiyəlik olduğuna görə whose yazıram. Və ya the book whose pages are yellow. Burada whose'a baxdım. Whose'dan əvvəl book işlənibdir. Yəni kitab cansızdır. Bəs bunu niyə yazıram? Çünki burada pages var. Yəni kitabın səhifələri. Burada bir yiyəlik məzmunu var. Amma fikir verək bura. The car which və ya that is expensive. Maşın bahadır. Burada maşının hissəsi yoxdur, maşının təkəri yoxdur. Yəni maşınla əlaqəli yiyəlik bildirən hər hansı söz yoxdur. Yiyəlik bildirən söz olsa whose yazırıq. Yox, əgər yiyəlik bildirən söz olmasa, nə yazmaq lazımdır? Which və yaxud da ki, zət yazmaq lazımdır. Yenə fərqləndirək. The book which və ya that is yellow. Kitab hansı ki, sarıdır və ya sarı olan kitab. Deməli, bu zaman nə edirik? Baxıram ki, which və ya zət yazmışam. Səbəb də odur ki, burada kitabın rəngindən söhbət gedir. Yəni, kitab sarıdır deyir. Burada kitabın səhifələrindən və s. kitaba aid olan hər hansı bir yiyəlik yoxdur. Bir də deməli, ona fikir vermək lazımdır ki, zət yenə whose'un yerinə keçə bilmir. Yuxarıda da qeyd elədim. Zət who'un, whom'un, which'in yerinə işlənir. Amma yeganə whose'dur ki, whose'un yerinə işlənə bilmir. Whom'a baxsaq, görərik ki, whom'dan əvvəl canlı, yəni insan, whom'dan sonra isə mübtəda gəlir. Bunu bayaq da izah elədim. Məsələn, the lady whom I lived couldn't come. Deməli, whom işləndi. Whom'dan əvvəl lady, yəni xanım, yəni canlı şəxs gəldi. Daha sonra isə I, yəni mübtədamız işləndi. Amma əgər cümlənin sonunda sözünü görürüksə, bu zaman whom yaza bilmərik. Çox sadə. Cümləyə baxırsınız. Əgər cümlənin lap sonunda whom sözünü işlənibsə, bu zaman whom yaza bilmərik. Bir də bəzən belə bir test düşür. Yəni, the lady whom yazmır və boşluq qoyur. The lady whom yazmır, boşluq qoyur. I invited couldn't come. Bu zaman nə etmək lazımdır? Variantı baxırsınız ki, whom yoxdur. Axı biz demişik canlı gələndə, özündən sonra mübtəda gələndə whom yazmaq lazımdır. Belə bir vəziyyətdə, əgər variantda whom yoxdursa, variantda who
və yaxud da ki, zəti yazsaq və ya boşluğu seçsək düzgün sayılacaqdır. Yenə deyirəm, gördünüz ki, boşluq. Boşluqdan əvvəl canlı, yəni şəxs, boşluqdan sonra isə hər hansı bir mübtəda gəlibdir. Varianta baxdınız, görürsünüz ki, whom yoxdur. Bu zaman nə edəcəyik? Whom-un olmadığı vəziyyətdə who, zət və yaxud da ki, ümumiyyətlə boşluq qoymaq mümkündür, düzgündür. Yaxşı, bir də which-ə baxsaq, which yenə cansızlar və ya heyvanlar üçün işlənir və hansı ki deyə bizim dilimizə tərcümə olunur. Which-dən əvvəl nə gəlir? Cansız, yəni və yaxud da ki heyvan. Which-dən sonra isə feil işlənə bilir. Which-dən əvvəl cansız və ya heyvan, üstə gəlsin sözünü gələ bilir, üstə gəlsin which, üstə gəlsin mübtəda, mübtədadan sonra isə xəbər işlənəcəkdir. Əgər sözünündən əvvəl gələndə, yəni sözünü əvvəldə gələndə which istifadə eləmək lazımdır. Məsəl üçün, bu nümunədəki kimi the city, söhbət şəhərdən gedir, cansız olduğuna görə burada which yazmışam. Özündən də əvvəl nə gəlibdir? Through gəlibdir. Yəni, burada zət yazmaq mümkün deyil. Çünki artıq nə gəlibdir? Sözünü işlənibdir. Bayaq da dedim ki, sözünü olanda boşluqdan əvvəl əgər sözünü vardısa, nə yazmaq olmaz? Zət istifadə etmək mümkün deyil. İndi nümunələrə baxsaq, the book which I bought yesterday is interesting. Deməli, burada which işlənibdir. Baxıram ki, which-dən əvvəl book, yəni kitab sözü və which-dən sonra isə adətən mübtəda, sonra xəbər gəlir və yaxud da birbaşa xəbərin özü gəlir və s. bu formada işlənə bilir. Amma fikir veririk ki, burada zətdə işlətmək mümkündür, çünki zətin işlənməməyi üçün hər hansı bir səbəb yoxdur. Deməli, biz dedik ki, canlı isimlərdən sonra which istifadə edilmir. Məsəl üçün, biz the teacher which deyə bilməyəcəyik. Çünki teacher canlıdır, müəllim deməkdir. Canlı ismi görürüksə, ümumiyyətlə variantdan which-i mütləq çıxmaq lazımdır. Deməli, yiyəlik bildirən cansız isim olanda da which və yaxud da ki, zət yazmaq olmaz, bayaq dediyim kimi. Çünki which-in zətin yiyəlik bildirmə xüsusiyyəti yoxdur, yiyəlik xüsusiyyəti yoxdur. Bunun yerinə ya whose yazmaq lazımdır, yuxarıda izah etdiyim kimi, ya da ki, of which işlətmək lazımdır. İndi baxaq nümunəyə. The door whose handle is broken cannot be opened. Deyir ki, tutacağı qırılmış olan deməli, qapı açıla bilmir. İndi burada whose işlətmişəm. Normalda whose'u canlılarla işlədirik. Amma burada qapının tutacağından söhbət gedir. Qapının tutacağı. Deməli, burada bir yiyəlik olduğuna görə whose yazıram. Eynən də yiyəlik olduğuna görə of which işlədə bilərəm. Yəni, eyni cümləyə of which də yaza bilərəm. Amma of olmadan sadəcə which-i yaza bilmərəm. Bir də what məsələsi vardır. Gəlin bunu sizə bir dəfə izah edim. Deməli, görürsünüz ki, ümumiyyətlə isim verilibdir. Canlıdır, cansızdır, fərqi yoxdur. Bu isim canlı da ola bilər, cansız da ola bilər. İsimdən sonra qəti olaraq what yazmaq mümkün deyil. Yaxşımı? Bu çox önəmlidir. Testlərə də düşür. Məsəl üçün, deyə bilmərəm ki, the book what is interesting. Bu ümumiyyətlə səhv sayılacaq. Nəyə görə? What-a baxdım. What-dan əvvəl nə işlənibdir? Book, kitab. Yenə dediyim kimi, what-dan əvvəl gələn ismin canlı, cansız olmağının önəmi yoxdur. Əgər ümumiyyətlə isim gəlibsə, həmin isimdən sonra qəti olaraq what yazmaq olmaz. Book, kitabdır, isimdir. Biz bundan sonra what-u yaza bilmərik qəti olaraq. Bir də törəmələrin nisbə əvəzliklərlə işlənməyi var. Əgər törəmələr insan bildirirsə, yəni insan bildirən törəmələr nə ilə bitir? Body və yaxud da ki, one-la bitir də. Nobody, no one, somebody, someone, anybody, anyone və s. Body və one-la bitəndə bu zaman boşluğa uyğun olaraq təbii ki, who, whom, whose və yaxud da ki, zət yazmaq lazımdır. Əgər sözümüz body və ya one-la bitirsə, özündən sonra boşluqdan sonra xəbər gəlibsə who yazırıq. Boşluqdan sonra mübtəda gəldi, whom yazırıq. Boşluqdan sonra artiklsız isim gəlsə whose yazırıq. Zətdəki bunları əvəz edə bilir, yenə whose'dan başqa.
Yox, əgər sözümüz, yəni törəmələr cansızı bildirirsə, bu zaman z və yaxud da ki, which yazmaq lazımdır. Məsələn, something, anything, nothing bunlar hamısı cansızı bildirdiyinə görə bunlarla ya z işlədərik, ya da ki, təbii ki, which işlətmək lazımdır. Bir də bu oflu ifadələri var. Bilirsiniz, bunlar əslində çox idi. Məsəl üçün, çox demək olar. One of, two of, half of, each of, either of və s. neither of hamısını işlətmək olar. Bu oflu ifadələrdə nəyə fikir veririk? Əgər bu ifadələr canlını nəzərdə tutursa, whom yazmaq lazımdır. Yox, əgər bu ofla işlənən ifadələr cansızı nəzərdə tutsa, which yazmaq lazımdır. Məsəl üçün, nümunəyə baxsaq, both of the students whom I gave bad marks were sad. İndi burada whom işlətmişəm. Səbəb nədir? Çünki burada both of nəyi göstərir? Students-i, yəni cəmdə olanı göstərir. Cəmdə olan deyirəm. Both of canlı olanı göstərir. Buna görə whom yazıram. Yox, əgər both of-dan sonra cansız işlənibsə, cansızı göstərirsə, bu zaman which yazmaq lazımdır. Yenə eyni cür qaydalarda, yəni cansız olanda yenə which işlədirik, canlı olanda yenə whom işlədirik təbii ki. Qaydaların xülasəsi, qısası nədir? Canlıdır, gördünüz canlıdır. Who, whom, whose və yaxud da ki, zət yazırıq, which-i çıxırıq. Cansızdırsa which ilə zət yazırıq. Yenə whose-dan sonra canlı və ya cansız isimlərdə yiyəlik bildirir. Yəni whose həm canlıların, həm də cansızların yiyəliyini bildirir. Yəni cansızlarda da əslində bunu tapmaq çox asan idi. Bilmirəm, fikir verdiniz yoxsa yox. Whose əgər cansızın yiyəliyini bildirirsə, mütləq burada isim olur. Bu iki nümunəyə baxsaq, deməli bir baxaq the car whose engine is cheap, bir də baxaq the car which is expensive. Burada görürük ki, whose-dan sonra isim işlətmişəm. Amma burada deməli is gəlibdir, yəni xəbər gəlibdir. Bununla da seçmək olar ki, whose-dan sonra nə işlənməlidir? Mütləq isim işlənməlidir. İsim gəlibsə və cansız vardısa, bu zaman bilin ki, həmin cansızın yiyəliyini bildirir. Deməli, bu da belə. Bir də zət bunların hamısının əvəzinə işlənir. Yəni, who'un, whom'un, which'in əvəzinə işlənir. Amma zəti qəti olaraq whose'un əvəzinə yazmaq mümkün deyil. Bir də ki, cümlədə which'in işlənməyi bir qədər fərqli olur. Biz daha əvvəlki dərsimizdə nə öyrənmişdik? Öyrənmişdik ki, which sual əvəzliyi kimi işlənir. Əgər which sual əvəzliyi kimi işlənsə, cümlənin harasında işlənməlidir? Mütləq əvvəlində işlənməlidir və özündən sonra həm canlı isim gəlir, həm də ki, cansız isim gəlir. Amma which cümlədə nisbə əvəzlik kimi işlənəndə which mütləq işlənməlidir cümlənin ortasında. Nisbə əvəzlik kimi cümlənin ortasında işlənir. Sual əvəzliyi kimi işlənsə cümlənin əvvəlində işlənir. Nisbə əvəzlik kimi işlənsə özündən əvvəl mütləq cansız olan bir isim tələb edir. Gəldik conjunctive pronouns, nədir bağlayıcı əvəzliklər? Bağlayıcı əvəzliklər baş cümləni budaq cümlə ilə bağlayır, birləşdirir. Nə ki və yaxud da ki, olan mənasında tərcümə edilir. Məsəl üçün, what you said me happy, what you said made me happy. Sənin dediyin şey məni xoşbəxt elədi. That is what I learned. Mənim öyrəndiyim budur. Və s. bu cür. Mən çox vaxt bunu elə nə ki tərcümə etmirəm. Ümumiyyətlə belə bu formada mənim öyrəndiyim budur. I have done what you ask. Sən mənə dediyini etdin və yaxud da ki, mən etdim, nəyi ki, sən demisən. Bu cür eləyəndə elə bil ki, tərcümə düzgün, yaxşı alınmır çox da, amma yenə də düzgündür, problem yoxdur. What budaq cümlə ilə əlaqələndirir, amma who, whom, which isə həm sual, həm də ki, bağlayıcı kimi istifadə edilir. Keçən dərsimizdə də keçmişdik biz bunu. Who sual əvəzliyi kimi də işlənir, whom da, which də həm sual, həm də ki, bağlayıcı əvəzlik kimi işlənə bilir.